Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İtaliyanın La Repubblica qəzetinə müsahibə verib. Cənab Prezident, siz artıq qələbəni dadmısınız? Our task was to restore territorial integrity of Azerbaijan. Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi ki gözləyirdik. Bildiyiniz kimi, bütün bu müddət ərzində Azərbaycan danışıqlar prosesinə ciddi şəkildə sadiq olub. Lakin, əfsuslar olsun ki, bu hər hansı əhəmiyyətli nəticə vermədi. Bundan əlavə, son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-sində baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik. Putin müdaxilə etmək istəmir. Beləliklə, siz maneəsiz hərəkət edə bilərsiniz. Actually, I on many occasions commented the situation that the co-chairs of the Minsk group. Əslində, mən dəfələrlə vəziyyəti şərh etmişəm ki, eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Minsk qrupun həmsədrləri 3 ölkə 1993-cü ildən Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. Ona görə də bu ölkələr özləri həll üçün qanuni baza yaradıblar. Lakin Ermənistan bu qətnamələri yerinə yetirmədi. Mənim istinad etdiyim başqa bir məqam ondan ibarətdir ki, vasitəçilər vəziyyətlə bağlı necə fikirdə olmaqlarından, bizimlə və ya Ermənistanla əlaqələrin nə dərəcədə yaxın olmağından asılı olmayaraq neytral olmalıdırlar. Lakin onlar neytral olmasalar vasitəçi ola bilməzlər. Ona görə də bizim yerində bu və ya digər dərəcədə gördüyümüz neytrallıq düşünürəm ki, işlərin necə getməsinin yeganə yoludur. Odur ki, bu bizim üçün yaşıl işıq deyildi. Biz sentyabrın 27-sində Ermənistanın hücumuna dək nə edəcəyi barədə 100% təsəvvürümüz olmadan cavab verdik. Biz ölkəmizi qorumaq, insanlarımızı qorumaq və ədaləti bərpa etmək üçün doğru olduğunu düşündüyümüzü etdik. Understanding who will do what. We just did what we thought was right to defend our country, to defend our people and to restore justice. Rəsmi Ankaranın dəstəyi sizin fəaliyyətiniz üçün nə dərəcədə səmərəlidir? It is very useful. This support came from the very beginning. Çox səmərəlidir. Bu dəstək lap əvvəldən, sentyabrın 27-sində başlayan toqquşmaların ilk saatlarından gəldi. Türkiyə prezidenti çox aydın bəyanatla çıxış etdi ki, Türkiyə Azərbaycanın yanındadır və bu siyasi və mənəvi dəstəyin çox mühüm göstəricisi idi. Mən dəfələrlə o fakta diqqət çəkmişəm ki, bu yalnız siyasi və mənəvi dəstəkdir. Lakin bu kifayət idi. Çünki Türkiyə kimi güclü ölkə bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bəyan edəndə, həm də bütün dünyaya mesaj göndərir ki, Azərbaycan doğru işi görür. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Azərbaycan öz ərazisində döyüşür. Biz təcavüzkar deyilik. Biz başqa ölkələrə hücum etmirik. Ona görə də toqquşmaların ilk saatlarında başlayan və indiyədək davam edən bu siyasi dəstək münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb edir. Sizin ordunuzla birlikdə Ermənistana qarşı döyüşən mücahidlərin mövcudluğu barədə Prezident Makron Rusiyanın Xarici İşlər Nazirinin söylədikləri barədə nə deyə bilərsiniz? Bu doğrudur? On many occasions, I already during this time, more than 1 month, referred to this issue and said that this is not. Bu müddət ərzində bir aydan çox vaxtda mən artıq dəfələrlə bu məsələyə diqqət çəkmişəm və demişəm ki, bu doğru deyil. Bu doğru məlumat deyil. Mən bilmirəm bu məlumat niyə yayılmışdı və hələ də yayılır. Birincisi, bizə bununla bağlı heç bir dəlil, heç bir sübut təqdim olunmayıb. Hamısı sözlər idi və bu sözlər münaqişənin ilk günlərində söylənmişdi. Siz Prezident Makronun bununla bağlı bəyanatını istinad etdiniz. Bu, yalnız münaqişənin ilk günlərində idi. O vaxtdan bu yana biz bu cür bəyanatlar eşitməmişik. Bu birincisi.
Heç bir sübut, heç bir dəlil, ikincisi ehtiyac yoxdur. Mən dəfələrlə demişəm ki, bizim 100 min döyüşçüsü olan ordumuz var. Nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var. Ona görə də buna ehtiyac yoxdur. Lakin əfsuslar olsun ki, digər tərəfdə baş verənlərə məhəl qoyulmur. Bizdə əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var. Onlar erməni əsilli olduqlarını deyirlər. Lakin birincisi, bunun heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o muzludur. Bundan əlavə, onların hamısının erməni olmasına dair bizdə 100% dəlil yoxdur. Biz başqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, yaxın şərqdən bəzi terrorçular qondarma Dağlıq Qarabağ ordusuna qoşulublar. Ona görə də əfsuslar olsun ki, bu məsələ qətiyyən müzakirə mövzusu deyil. Bu, Azərbaycana qarşı qəsdən törədilmiş hücum barədə siyasi hücum təəssüratı yaradır. Bundan əlavə, ermənilərin bu yalan bəyanatdan sui-istifadə etmələrinin səbəbi odur ki, bizim onları döyüş meydanında məğlub etdiyimizi qəbul etmək onlar üçün yəqin ki, çox ağırlıdır. Onlar 30 il ərzində özlərini elə göstərirdilər ki, məğlub edilməz orduları var. Onlar 30 il ərzində bizim əraziləri tək başına işğal etdiklərini deyirdilər. Baxmayaraq ki, biz bunun doğru olmadığını bilirik. Beləliklə, biz onlara kimin kim olduğunu sübut etdik. Biz sübut etdik ki, onların güya məğlub edilməz ordusu əfsanədir, mifdir və bunu qəbul etmək onlar üçün çox ağırlıdır. Lakin onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər. Baş nazir Paşinyan prezident Putinə məktub göndərərək hərbi yardım xahiş edib. Bu, onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir. Putin asking for military help. This is a admitting of their military defeat and our victory. What will be the 98% ermənilərin məskunlaşdığı ərazidə mümkün qələbəni qazanmağın sizin üçün hansı çətinlik olacaq? territory which is populated by 98% of Armenian people? This territory was populated with this maybe higher now. It was higher because all Azerbaijanis have been expelled. Bu ərazidə bəlkə də indi daha çox erməni məskunlaşıb. Çünki bütün Azərbaycanlılar didərgin salınıblar. Onlar Azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdilər. Bu statistikadır. Bizim deyil, Sovet dövrünün statistikasıdır. 1970-ci illərin sonunda Dağlıq Qarabağ Muxtar vilayətində müxtəlif millətlərdən olan neçə nəfər yaşayırdı? Əhalinin demək olar ki, 25%-i Azərbaycanlılar idi. 40 min nəfər. Şuşada 98% Azərbaycanlılar məskunlaşmışdılar. Bugün orada bir nəfər Azərbaycanlı belə yoxdur. Xankəndidə çox sayda Azərbaycanlı var idi. Hadrut rayonunda, digər rayonlarda, soyqırımı törətdikləri Xocalıda 100% Azərbaycanlılar idi. Beləliklə, onların hamısı etnik təmizləməyə məruz qalıb, qətlə yetirilib, işgəncəyə məruz qalıb və didərgin salınıblar. Təəssüflər olsun ki, heç kim Ermənistanı bunda günahlandırmayıb. Biz Ermənistana qarşı hər hansı sanksiyaları görmədik. Bizə hər hansı ciddi informasiya dəstəyi görmədik. Beləliklə, bu edildi və onlar yerində reallıq yaratdılar. Bu birincisi. İkincisi, 200 il bundan əvvəl orada ümumiyyətlə erməni yox idi. Çünki mən Qarabağ xanının Rusiya imperiyası ilə imzaladığı müqavilələrə dəfələrlə istinad etmişəm. Həmin müqavilədə 1805-ci il Kürəkçay müqaviləsində etnik ermənilər barədə heç nə deyilmir. Etnik ermənilər bu regiona onun dini və etnik tərkibini dəyişmək məqsədi ilə Şərqi Anadoludan və İrandan Çar Rusiyası tərəfindən gətirilmişdilər. Beləliklə, bu tarixi hissəsidir. İndi sizin sualınıza gələk. Mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayanların hamısı orada sülh və ləyaqət içində yaşamağa davam edəcəklər. Ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycanın müxtəlif yerlərində, əsasən Bakıda minlərlə erməni yaşayır. Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək, onların maddi vəziyyəti daha yaxşı olacaq və onlar bugün Dağlıq Qarabağdakı xunta rejiminin baskısı altında olduğundan daha yaxşı həyat sürəcəklər. Then today, under this suppression of the junta regime in Nagorno-Karabakh. 3 ceasefires as 3 atəşkəs artıq pozulub. Sülh danışıqlarının heç bir nəticə vermədiyi görünür. Buna görə günahkar kimdir? who is to blame for? Armenia.
Look at the chronology. Ermənistan. Xronologiyaya nəzər salın. Birinci atəşkəs Moskvada razılaşdırılmışdı. 24 saatdan da az vaxt ərzində onlar Ermənistan ərazisindən ballistik raketlə Gəncəyə hücum etdilər. Bu sübut olunub. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları və bir çox başqa ölkələr ballistik raketin haradan buraxılmasını aşkar edə bilərlər. Odur ki, onlar raketin Ermənistandan buraxıldığını bilirlər. Paşinyan bunu onlar etməyiblər dedikdə yalan danışırdı. Bu 24 saatdan az müddətdə baş vermişdi və onlar gecə çox namərcəsinə hücum etdilər. Onlar bilərəkdən yaşayış yerinə hücum etdilər və bu iki hücum nəticəsində demək olar ki, 30 günahsız insan, o cümlədən uşaqlar öldürülmüşdü. İkinci atəşkəs elan olunduqdan 5 dəqiqədən sonra onlar tərəfindən pozulmuşdu və üçüncü atəşkəsi onlar Bərdəyə hücum etməklə pozdular. Beləliklə, bunu edən biz deyildik. Biz nə etməliydik? Onlar bizi öldürdükdə oturub gözləməliydik? Əlbəttə ki, biz cavab verdik və bunu etməyə davam edəcəyik. Onlara atəşkəs təcavüzlərini davam etdirmək, bizim azad etdiyimiz torpaqları geri alıb və yenidən işğal etməyə cəhd etmək üçün lazım idi. Onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin xaos və panika yaratmaq istəyirdilər. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Bəli, biz bu namərd hücumlardan əziyyət çəkdik. Bu vaxtadək 91 nəfər mülki şəxs öldürülüb və 400-dən çox adam yaralanıb. Lakin bu bizim iradəmizi sındırmadı. Əksinə, bu bizi daha da güclü etdi. It makes us even stronger. What would you answer to Premier? 3 həftə bundan əvvəl görüşdüyüm baş nazir Paşinyana cavabınız nə olar? O dedi ki, Dağlıq Qarabağda yeni soyqırımının olmasından qorxur. For a new genocide in Nagorno-Karabakh. Absolutely false. All the history is false. Tamamilə yalandır. Onların bütün tarixi yalandır. Bunun heç bir əlaməti yoxdur. Mən dedim ki, Azərbaycanda minlərlə erməni yaşayır. Ermənistanda və ya Dağlıq Qarabağda yaşayan heç bir Azərbaycanlı yoxdur. Ermənistan əhalisinin 99%-i etnik ermənilərdir. Regionumuzda bir millətin belə üstünlük təşkil etdiyi başqa bir ölkə tapa bilərsinizmi? Bu monorespublikadır. Nəyə görə? Çünki onlar ya hər kəsi qovublar, ya da başqa millətlər orada yaşaya bilmirlər. Azərbaycan multietnik, çox konfessiyalı ölkədir. Buna görə dırnaqarası soyqırma haqqında danışmaq tamamilə qəbul edilməzdir və bu onların təqdim etmək istədiyi daha bir feyqdir. Necə ki onlar bunu həmişə edirlər. Onlar həmişə özlərini əziyyət çəkən, həmişə ağlayan, həmişə köməyə ehtiyacı olan insanlar kimi təqdim etmək istəyirlər. Lakin baxın, bugün nələr baş verir? O, Prezident Putinə gündə 5 dəfə zəng edir. O, Prezident Macrona ola bilsin ki, bir qədər az zəng edir, amma yenə də zəng edir. O, hər kəsə zəng edir. O, Avropa liderlərinə zəng edir. O, Dağlıq Qarabağın tanınmasını xahiş edir. Lakin başa düşmür ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Avropa İttifaqının vahid mövqeyi var. Ona görə müəyyən dəstək əldə etmək üçün o, hər bir fake üsuldan istifadə etməyə çalışır. Odur ki, dediyim kimi, bu tamamilə yalandır. Mən dediyim sözlərə cavabdehəm. Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin olunacaq. Those Armenians who live in Nagorno-Karabakh can be sure that their security will be provided. With Italy, you have a special partnership. İtaliya ilə sizin xüsusi tərəfdaşlığınız var. Siz bizim birinci neft və qaz təchizatçımızsınız. Müharibə daha çox qanın tökülməsinə səbəb olarsa, bunun tərəfdaşlığa təsir etməyindən qorxmursunuz? That partnership could be affected or not. Mən belə hesab etmirəm. Birincisi, mən düşünürəm ki, müharibə nə qədər tez qurtarsa, bir o qədər də yaxşı olar. Biz belə bir təklif ilə sürdük və bizim təklifimiz çox konstruktiv idi. Bu, bir aydan çox müddətdə mən dəfələrlə demişəm və bir daha təkrar edə bilərəm ki, Ermənistanın baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bugün dayanmağa hazırıq. Hələ ki, o üzərinə belə bir öhdəlik götürməyib. Kompromislər haqqında ona sual verildikdə o həmişə öz müqəddəratını təyin etmədən danışır. Lakin öz müqəddəratını təyin etmə onların getməli olduğu kompromis deyil. Onların kompromisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və əsas prinsiplərin icrasına müvafiq olaraq işğal olunmuş bütün ərazilərin boşaldılması olmalıdır. Əsas prinsiplərdə deyilir ki, əvvəlcə 5 rayon, sonra da 2 rayon boşaldılmalıdır. Biz artıq 4 rayonu bir tərəfli qaydada azad etmişik.
Buna görə də o deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəklər. Lakin o bəyanat vermir. Bu onu göstərir ki, o müharibənin dayanmasını istəmir. Biz hazırıq. Bu birincisi. Mən bunun bizim tərəfdaşlarla hər hansı mürəkkəblik yaradacağını düşünmürəm. İtaliya ilə bizim xüsusi münasibətlərimiz var. Biz strateji tərəfdaşlıq sənədi adlanan sənədi imzalamışıq. Mən pandemiyadan əvvəl İtaliyaya rəsmi səfər etmişdim. O çox uğurlu olmuşdu və biz böyük planlarla geriyə evə döndük. Mən əminəm ki, biz bu planları icra edəcəyik. Baxmayaraq ki, pandemiya onlara biraz müdaxilə etdi, lakin bu planlar əsasən enerji sektoru ilə əlaqəli deyildi. Düşünürəm ki, biz enerji istiqamətində bütün planlaşdırdıqlarımızı icra etdik. Hesab edirəm ki, bugün İtaliya neft təchizatına görə bizim üçün əsas ticarət tərəfdaşıdır və tezliklə biz TAP-ın açılışını qeyd edəcəyik və bununla da Cənub qaz dəhlizi tamamlanmış olacaqdır. Üstəgəl, bir çox İtalyan şirkəti uzun illərdir ki, Azərbaycanda uğurlu fəaliyyət göstərir. Biz Padratçı qismində daha çox İtalyan şirkətlərini dəvət etməyi planlaşdırırıq. Yeri gəlmişkən, burada onlar neft kimya məhsulları üzrə bir çox önəmli layihələri tamamlamışdılar. Və biz Prezident Mattarella ilə birlikdə açılış mərasimində iştirak etmişik. Buna görə mən əminəm ki, bu münaqişə bizim təkcə İtaliya ilə münasibətlərimizə yox, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək. Mən bundan əminəm.